və bacımdan. Baxın, yenə qeyd edirəm. Təkcə yiyəlik mənsubiyyət olursa adlı hal olur. Əgər əlavə yiyəlik hal şəkilsi artırıramsa mənsubiyyətin üzərinə, yönlük artırıramsa, təsirlik artırıramsa, yerlik artırıramsa və çıxışlıq artırıramsa artıq adlı haldan çıxdı, bitti. Başa düşdünüzmü? Yəni mənsubiyyət bir yerə qədər. Ondan sonra siz onu deyə bilməzsən, bunu görüb bu boyda şəkilçini görüb sən buna deyə bilməzsən ki, bu adlı haldır. Adlı hal şəkilçisi yoxdur, gəldi. Gəlir ki, deyir, mən buradayım, sən mən görürsən de şəkilçini. Mənim bacımın dəftəri var. Kimin dəftəri var? Bacımın dəftəri. Ama kimin sual verir axı? Sualını da verir. Şəkilçini də qoyur. Mən buna necə adlıq deyim? Nəyi başa düşmədiniz burada? Necə falan? Baxın, ekrana diqqətlə baxın, rahat dəstə qalsın. Elə çətin bir şey yoxdur. Məsələn, mənim bacım, okey, bura qədər adlıq verir, tamam. Kimə verirəm? Mənim bacıma verirəm. Kimə verirəm? Mənim bacıma verirəm. A deyir, burada şəkilçi yazıramsa, mən sualı verirəmsə, bu adlı hal ola bilərmi? Adlı halın sualı kimdən haradır? Aydınmı Gülər? Burada başa düşmədiği bir şey var. Başa düşmədiği bir şey var. Biraz qarışdırıcı ama tutmaq olur yavaş-yavaş. İşlədikcə tutmaq olur. Bu biraz qarışdırılır. Bir də orada təsirlik var. Baxın, təsirlik var. Mənim bacımı çağırdılar. Kimi çağırdılar? Bacımı çağırdılar. Var şəkilçi var. Sualı da var. Ne oldu? Təsirlik aldı. Bura qədər adlı idi. Baxın, bura qədər adlı idi. Bunun əldə çəkimiz oldu təsirlik. Başa düşdük.